Salam, Eratan xeyir olsun əziz şahidlərimiz. Altan sistemi monitorinqi əhatə edən sınaq toplusundan monitorinq 7 riyaziyyat suallarının izahlarına baxırıq. Deməli, ilk sualda belə ki, şəklə əsasən x neçə dərəcədir? Qarşılıqlı bucaqlar olduğuna görə x plus 15 60 dərəcəyə bərabər yazırıq və x-in qiymətində 60-dan 15-i çıxırıq. Cavabımız 45 dərəcə. A variantı. Deməli, 52-ci sualda yenə qarşılıqlı bucaqlar verir və A-nın qiymətini soruşur. Burada da 2A plus 20-nin qiymətini 120-yə bərabər edirik. 120-dən əvvəlcə 20 çıxırıq, 100 dərəcə. Sonra hər tərəfi 2-yə bölürük, cavab 50 dərəcə edir. Cavabımız A variantı. S-nin B-nin qiymətini verib, ABC bucağının növünü tapın deyir. Bucaqların cəmi 180 olması şərtinə əsasən 180-dən bu ikisinin cəmini çıxsaq 90 dərəcə qalır. Bucaqlardan biri 90 dərəcə olan üçbucaq düz bucaqlı üçbucaq olur. İki konqruent üçbucaqdan birinin hündürlüyü 12 cm, digərinin hündürlüyü neçə santimetrdir? Konqruent üçbucaqlarda uyğun tərəflərə uyğun bucaqlar bir-birinə bərabər olur. 12. Sonra növbəti sualda C bucağı 90, B bucağı 60 olarsa A bucağının dərəcə ölçüsünü soruşur. 180-dən bu iki bucağın dərəcə ölçülərinin cəmini çıxırıq. Cavabımız 30 dərəcə qalır. ABC üçbucağında BD tənböləni çəkilmişdir. Qeyd edək. A, B, bir də C üçbucağında BD tənböləni çəkilib. Bizə deyir ki, ABD-nin dərəcə ölçüsü 30 dərəcə olarsa, bu bucaq 30-sa tənbölən olduğuna görə digər bucaqda 30 dərəcə olacaq. A bucağı 50 dərəcə. Bizdən istədiyi BC A bucağının qiymətini tapmaqdır. Buranın qiymətini hesablayarkən 180-dən A bucağı 50-ni çıxırıq. Sonra ardınca B bucağı, yəni 60-ı çıxırıq. Yəni 110 çıxırıq 180-dən, cavabımız 70 dərəcə edir. ABC üçbucağında AB BC-yə bərabər. Deməli, ABC üçbucağında tərəflər 16-dır. Ardınca BD medianı verib. AD-nin uzunluğu 8-dir. Deməli, median olduğuna görə DC-nin də uzunluğu 8 olacaq. Burada D nöqtəsidir. ABC üçbucağının perimetrini istəyir. Perimetri taparkən 16-nı 3-ə vurur. Cavabımız 48 edir. D variantı. 58-ci sualda PQR üçbucağında deməli medianlar verir. Medianların cəmi 24 olarsa üçbucağın perimetrini soruşur. Yəqin ki, hansısa bir şərt əlavə olunmalı idi və cavab tapılmalı idi. Növbəti suala baxaq. AB-nin uzunluğu 12-dir. BC 18-dir. AD 8 verib. Demək ki, BD median olduğuna görə DC parçası da elə 8-ə bərabər olacaq. Üçbucağın perimetrini bizdən istəyir. 12, 18, bir də 8-dən cəmi 16-nı toplamalıyıq. Cavabımız eləyəcək 46. A variantı. Ədəd oxumda verilmiş ədədi hansı natural ədədə daha yaxındır? Yuvarlaqlaşdırsaq 55,51. İkinci vericidən sonraki 5-ə görə ikinci 5 bir vahid artacaq. Cavabımız olacaq 56. ABC və DEF üçbucaqlarında deməli AB DE-yə bərabərdir 10, BC YF-ə bərabərdir 15, BE bucaqları bərabərdir. Qeyd edək. ABC üçbucağı DE bir də F üçbucağını qeyd elədik. Bizə verdiyi qiymətlərə əsasən yazırıq ki, deməli AB də 10-dur, DE də 10-dur, BC YF 15-dir. Bunları 15 qeyd edək. Ardınca bucaqlar B ilə E bir-birinə bərabərdir. Demək ki, bu üç bucaqlar konqruentdir. Ardınca AC 12 olarsa DYF-in perimetrini tapın. O da ilə 12-yə bərabərdir. Toplasaq 10, 15, 12, 37 edəcək. A variantı. Şəkildə AB 6-dır, BC 10-dur, DC 5-ə bərabərdir, AD mediandır. Yəni ki, burada BD demək istəyilmiş. BD median olsa, o zaman burada 5-ə bərabər olacaq və perimetrini soruşduğuna görə 6, 10, 10. Toplasaq bizə verəcək 26. C variantı. Deməli, üçbucaqlar bərabərdir, yəni konqruentdir. DY, DF, YF qeyd edək.
Əgər bunlar kongruentsə, bunların perimetrləri bir-birinə bərabər olur. Deməli, PDYF-in də perimetri elə 60 olmalıdır. Sonra qeyd edək, bizdə verilən üçbucaqda DYF. Deməli, DE-ni 4x götürək, DF-i 5x götürək, YF isə 6x olacaq. Perimetri 60 olduğuna görə toplasaq 15x 60. X-in qiyməti olacaq 4. AB-nin uzunluğunu istəyir. AB DE-yə bərabərdir. DE də 4x-dir. 4-də 4-ə vururuq. Cavabımız 16. A variantı. Şəklə əsasən AC tərəfini soruşur. Bucaqlar bərabərsə bərabər yəni üç bucaqdır. O zaman 5x x plus 20-yə bərabərdir. Və 4x 20 olur. X-in qiyməti 5 olur. X-in qiyməti 5 olduğu halda bizdən AC-ni istəyir. 20 ilə 5 toplayırıq. Cavabımız 25. C variantı. Sadələşdirin deyir. Mənfi 3A-nı vursaq A-ya. Mənfi 3A plus 6B plus 4A plus 20B. Sadələşdirsək, 4A-dan 3 açsa A qalır, toplasa digərlərin 26B-dir. A plus 26B. Şəkildə AOD 150, EOB bucağı isə 65 olarsa, COE bucağını tapın. Bu iki bucaq 150 ilə qarşılıqlı bucaqdır. Ona görə bərabər olur. Sual işarəsinin qiymətini taparkən 150-dən 65-i çıxırıq. 150-dən 65-i çıxdıqda cavabımız 85 dərəcə. A variantı. Deməli, 3 dənə bucağın cəmi 280 verir. Tam bucaq deyə bunların 4-ünün cəmi 360-dır. 360-dan 280-ə çıxırıq. Cavabımız 80 dərəcə. B variantı. Alfa çıxılsın betanın qiymətini tapın. Beta deməli 30 ilə qarşılıqlı bucaq olduğuna görə 30 dərəcədir. Alfa isə qonşu bucaq olduğuna görə 180-dən çıxır 30, 150 dərəcədir. Bizdən bunların fərqini istəyir. 150-dən 30 çıxanda cavab 120 dərəcə. Şəklə əsasən alfa bucağını tapın. Biz demişdik 2 paralel düz xəttin 3-cü xəttlə kəsişməsindən alınan uyğun kör bucaqlar bir-birinə bərabər olur. Həm də xarici çarpaz bucaqlardır. Bu səbəbdən alfanın qiyməti 135 dərəcə edir. 2 paralel düz xəttin 3-cü düz xəttlə kəsişməsindən alınan daxili çarpaz bucaqlardan biri. Daxili çarpazın xəssəsi bərabər olmasıdır. Biri 115 isə digəri 115 olacaq. 2 paralel düz xəttin 3-cü düz xəttlə kəsişməsindən alınan xarici bir tərəfli bucaqların biri 185 isə ikincini tapın. Xarici bir tərəfli bucaqlarda cəm 185 dərəcə olur. 180 dərəcə olur. 180-ə 85-i çıxırıq. Digər bucağı tapaq. Cavabımız 95 dərəcə. İki paralel düz xəttin 3-cü düz xəttlə kəsişməsindən alınan xarici çarpaz bucaqlar. Yəni çarpazlığı varsa bərabərlik var. Biri 135 olarsa, digəri də 135 dərəcə olacaq. AB DC-yə paralel olarsa, D bucağı 28 olarsa, A bucağını tapın deyir. Paralel olduğuna görə A bucağı ilə D bucağı daxili bir tərəfli bucaqlardır. Bu səbəbdən cəmi 180 olmalıdır. 180-dən çıxırıq 28-i 152 dərəcə. 74 də alfanı tapın deyir. Üst dənə bucağın cəmi 180 eləməkdir. 180-dən çıxırıq 35 ilə 65-in cəmini. Bunların cəmi bizə 100 dərəcə verir. Fərqini tapsaq cavabımız 80 dərəcə. 2 paralel düz xəttin 3-cü düz xəttlə kəsişməsindən alınan daxili bir tərəfli bucaqlardan. Bunların cəmi 180 olmalıdır. Biri digərinin 60% olarsa, bu bucaqlardan böyüyünü tapın. Biri digərinin 60% olarsa, deməli A bərabərdir, B vurulsun 60, bölünsün 100 yazsaq, bu bizə verəcək, deməli 20-yə ixtisar aparsaq 5-də 3-ü. 5-də 3B. Buradan belə bir ifadə yaza bilərik ki, deməli A bərabər 3x, B bərabər 5x. Toplasaq 20 ixtisarı 5-də 3 toplasaq
180 olmalıdır. 8 180 eləyəcək. Deməli 8x 180. 180-i 8-ə bölsək 22,5. 22,5 dərəcə alınır. Biz nə istədik? Bu bucaqların böyüyünü tapın. Böyüyünü taparkən də 5-i vurmalıyıq 22,5-ə. Deməli 22,5-i 5-ə vurduqda cavabımız edir 112,5 dərəcə. 112,5 dərəcə. Bir də baxaq. Deməli 2 payla düz xəttdən 3-cü xəttə kəsilməsindən alınan daxili bir tərəfli bucaqlardan biri digərinin 60% olarsa A, B-nin 60% götürdük, 60-a vurub 100-ə böldük, 20 çarpardı yuxarıda 3 qaldı, aşağıda 5 qaldı. Sonra A-nı 3x, B-ni 5x şəklində götürdük ki, bərabər olsun və toplasaq 180 etməlidir. 180-ni bölürük 8-ə, deməli 180-i 8-ə böləndə cavabımız 22,5 elədi. Sonra böyük bucaq istədiyinə görə 5-i vurduq 122, daha doğrusu 5-i vurduq 22,5-ə, cavabımız 112,5 dərəcə oldu.